Amerikada minlərlə biznes satışdadır. Mən araşdırdığım hansı sənayilər çox qazandırır, hansıları almağa dəyər. Bu gün hamısını göstərəcəm. Və siz öz gözünüzlə görəcəksiniz ki, Amerikada ən çox pul qazanan adamlar haqqında niyə heç kim danışmır. Keçən epizodda 10 trilyonluq imkandan danışdım. 900 min biznes hər il sahibsiz qalır. Çoxunuz yazırsınız ki, yaxşı Ülfət, hansı biznesləri almaq lazımdır? Bu gün konkret cavab verəcəm. Amerikada biznes almaq, satmaq üçün açıq bazarlar var. Mən bu bazarları araşdırdım, rəqəmləri topladım, 6 sənaye tapdım. Birincisi HVAC, yəni istilik soyutma təmiri. Amerikada hər evin istilik soyutma sistemi var. Qışda xarab olur, yayda xarab olur. Sahib zəng gözləyir, göndərir, təmir edir, pul alır. Kiçik HVAC şirkəti sahibinə illik 100-150 min dollar, böyükləri 300-400 min, bəziləri yarım milyondan çox qazanır. Təbii ki, ölçüdən asılıdır. Amma ən yaxşı tərəfi odur ki, servis müqavilələri var, müştəri hər il avtomatik ödəyir. İkincisi santexnika. Boru partladı, kimi çağırırsan? Santexniki. Gecə saat 2-də su axır, kimi çağırırsan? Santexniki. Bu biznes krizisi də yan keçir. Gəlir HVAC ilə oxşar diapazondadır. Kiçik şirkət 100 min civarı, böyük şirkət bir neçə 100 min. Üçüncüsü dezinfeksiya, yəni zərərverici nəzarəti. Xüsusilə Cənub ştatlarda, Floridada, mən yaşadığım Texasda, Georgiada böcək problemi böyükdür. Bu sahənin ən maraqlı tərəfi müştərilər illərlə qalır. Hər ay ödəyir. Sənaye məlumatlarına görə ortalama müştəri 5-7 il qalır. Düşünün, bir dəfə müştəri tapırsan, 5-7 il hər ay pul gəlir. Dördüncüsü çamaşırxana. Bu Amerikada ən passiv bizneslərdən biridir. Maşınlar işləyir, müştərilər gəlir, pul yığılır. Coin Laundry Association-ın məlumatına görə yaxşı yerləşmiş çamaşırxanada ayda 5-dən 20 min dollara qədər gəlir. Sahib həftədə 5-10 saat vaxt sərf eləyir, qalanını maşınlar edir. Beşincisi kommersiya təmizliyi. Ofislər, mağazalar, restoranlar hamısı təmizlənməlidir. Müqavilə əsaslı hər ay sabit gəlir, işçilər işi görür, sahib nə edir? İdarə edir. Və altıncısı landşaft, bağçılıq. Amerikada hər evin həyəti var. Ot biçmək, ağac budamaq, qar təmizləmək, ağıllı sahiblər 4 mövsüm işləyir. 6 sənaye. Bu adamların heç biri Instagramda yoxdur. Heç biri podkastda çıxmır, Forbes-da deyirlər və ən vacibi bu bizneslərin sahiblərinin çoxu 60-65 yaşındadır. Təqaüdə çıxmaq istəyirlər, biznesi satmaq istəyirlər. Amma alıcı yoxdur. Niyə? Çünki hamı startap qurmaqla məşğuldur, elə mənim kimi. Mən demirəm ki, hər HVAC şirkətini almağa dəyər və yaxud hər çamaşırxananı gedin alın. Yox. Bəziləri qızıl mədəndir, razıyam, bəziləri isə tələdir. Fərqi necə bilmək olar bəzi? 7 kriteriya var. Birincisi, təkrarlanan gəlir. Müştərilər hər ay, hər il ödəyir. Müqavilə əsasında, HVAC-da məsəl üçün servis müqavilələridir, dezinfeksiyada aylıq müqavilələr. Əgər biznesin gəliri hər ay sıfırdan başlayırsa, yaxşı əlamət deyil. İkincisi, biznes sahib olmadan da işləyə bilməlidir. Sahib getmək istəyir, bu sənin üçün yaxşıdır, şans yaradır, endirim verir, amma işçilər bilməlidir, nə etmək lazımdır, proses olmalıdır. Əgər hər şey sahibin başındadırsa, sahib gedəndə biznesdə gedir. Üçüncüsü, darıxdırıcı sənaye. Bunu artıq başa düşdün. Darıxdırıcı bərabərdir azalıcı, bərabərdir ucuz qiymət. Restoran almaq istəyən 1000 nəfər var. Dezinfeksiya şirkəti almaq istəyən bəlkə də 3 nəfərdir. Dördüncüsü, gəlir 500 mindən 5 milyona qədər olmalıdır. Bu sweet spotdur.
Bundan aşağı çox risklidir, bundan yuxarı böyük investisiya fondları oynayır, sən onlarla rəqabət edə bilməzsən. Arada meydanı sənə buraxarlar. Beşincisi 50%-dən yuxarı marja. Yüksək marja sənə səhv etmə imkanı verir. Nəsə yanlış getsə, hələ də pul qazanırsan. Aşağı marjalı biznesdə bir səhv və batırsan. Altıncısı, heç bir müştəri gəlirin 15%-dən çox olmamalıdır. Əgər bir müştəri gəlirin 40%-dirsə, o müştəri gedəndə biznesin yarısı yox olur. Bu biznes deyil, bir müştəriyə asılılıqdır. Yedincisi, 5 ildən çox fəaliyyət. 5 il yaşayan biznes sübut edir ki, tələbat var, insanlar bu xidmətə ehtiyac duyur. Bu 7 kriteriya uyğun gəlmirsə, nə qədər ucuz olsa da almayın. İndi ev tapşırığı verirəm, ciddi deyirəm. Bu gün bir şey edin. Google-a yazın Businesses for Sale və ştatınızın adını yazın. 10 dəqiqə araşdırın, baxın, qiymətlərə baxın, gəlirlərə baxın. Heç nə almayın, sadəcə baxın və şərhlərdə yazın nə gördüyünüzü. Amma bilirəm nə düşünürsünüz indi, Ülfət. Hər şey əladır, gözəldir, amma pulum yoxdur. Bu biznesləri necə alım? 3-cü epizodda sizə bir şey deyəcəm ki, inanmayacaqsınız. Amerikada dövlət sənə biznes almağa nə az nə çox 5 milyon dollar verir. Bəli, dövlət 5 milyon. Startup qurmağa heç kim pul vermir. Amma mövcud biznesi almağa dövlət zəmanət verir. Niyə? Çünki sistem belədir və sistemi bilən qazanır. Mən Ülfət Hacıyevam, bu Gümüş Tsunamidir. Al, qurma.